Salam değerli izleyicilerim, kanalımıza hoş geldiniz. Nəhayət ki bu çəkdiyim videoları montaj edib bugün atmaq nəsib olacaq inşallah. Hələ də inana bilmirəm. Çünki videoları demək olar ki neçə gün əvvəl çəkmişəm. Sadəcə dediyim kimi bu aralar çox evdə oturmamışam. Demək olar ki qardaşım gelin falan köçməyi ilə bağlı ya onlar bizdə olub, ya biz onlarda olmuşuq, ya o biri qardaşım geldə olmuşuq. Yəni bir yerə yığışmışıq həmişə. Heç cür mən bir evdə oturub vaxt olmayıb ki səssiz yerdə oturum səs yazım. Artıq evdə oturanda da yəni kinoya falan baxmışam. Ona görə də montaj eləyə bilməmişəm. Fikir verdim ki gedəndə anam gələ gördüm ki onların bu güldən olan gülü yamyaşıldı. Məndə isə nədənsə əvvəllər bu yamyaşıllardı. İndi məndə açıq yaşıldı. Anama deyirəm ki sizin gülə paxıllığım tutdu. Ona görə də evə gələn kimi başladım dəsmalla öz gülümün yarpaqlarını təmizləməyə. Çünki fikirləşmədim, daha doğrusu üzünə baxan kimi bilinir ki bu üstü toz tutur. Amma ki yenə də düşünürəm ki tozluq deyil. İndi daha çox su verməyə başladım. Əvvəllər mən bu gülə tez-tez su verirdim. Sonralar isə azaltmağa başladım. Ola bilər ki su azlıq eləyib. Yəni həm ölməyib, yəni öldürməyəcək dərəcədə su verməmişəm. Amma tam yaşadacaq dərəcədə də yəqin ki verməmişəm ki tam elə onların gülü maşallah olsun yamyaşıldı. Məndə isə açıq yaşıldı. Və maşallah özdə çox da uzanıb. Amma xalamdan keçən dəfə öyrənmişəm. O mənə öyrədib ki əgər yetərin qədər su verirsənsə, amma yenə də görürsənsə yarpaqların üstündə nəsə elə nöqtə koreçnevi nəsə belə var, onda o deməkdir ki evin nəmliyi yoxdur. Ona görə də arada üzərinə su ver. Ona görə belə fıs-fısın içərisinə suyu doldurmuşam. Su verməyimə baxmayaraq arada da güllərin üstünə su çiləyirəm ki nəmlikləri də olsun. Və bildiyiniz kimi bu belə bir nəyləsə bıçaqla diblərini də elə yumşaldırsan ki içərisinə su daxil ola bilsin, dərinliyə gedə bilsin. Bu aralar bilirsiniz ki hissə evlərə səliqəyə salmağa başlamışam. Elə hissə-hissədə gündə nə qədər gücüm çatırsa güllərin də biraz qulluğunda durmaq istəyirəm. Hansı ki bu bir gənə gülüm var idi, bilirsiniz o gülü dəhşət çox xoşlayıram. Bu gül birdən-birə o cür yamyaşıl olan gül bu dərəcədə yarpaqlarını tökdü. Mən də indi qıraqlarında olan naziklərin hamısını qırdım ki bəlkə güc verər, budaqların üstündə yarpaq çıxar. Yəni bu o qədər gözəl gül idi ki hamı gələndə deyirdi ki bu gülün gözəlliyi çox gözəldir. Yarpaqları çox idi, yamyaşıl olurdu. İndi isə artıq budaqların üstündə yarpaq çıxmır. Olanlar isə tökülür. Ola bilər ki qocalıb, ya bilmirəm nədir. Ona görə də qıraqdakıların hamısını kəsdim balacaları, sonra onların bir-bir əkəcəm ki bəlkə çıxdı yenidən. Yadından çıxanlar varsa gülün şəklini oraya yerləşdirdim ki görəsiniz ki əvvəl necə idi. Əgər tam bu barədə məlumat olan varsa kömək eləsə sevinərəm. Bu arada hər gün dediyim kimi biraz deyərsiniz ki niyə biraz eləyirsən, elə bütün evi tök, amma ki ona mənim vaxtım çatmır. Video filan da çəkirəm deyə, həm də elə eləyəndə bir dəfəlik görürəm ki dərindən eləmirəm. Birinci otaqda dərindən eləyirəm, qalanlarını çatanda artıq yola verdi eləyirəm. Ona görə də qərar vermişəm ki hər gün biraz eləyəcəm, amma dərindən eləyəcəm. Nə lazımdırsa çıxardacağam. Artıq şeyləri evdən çıxardacağam. Həm də elədiyim işi də dərindən eləyəcəm. Ona görə də hər gün vaxtım olduqca biraz təmizləyirəm. Videonun hələ 3 dəqiqə 22 saniyəsinin səsindən montaj eləmişəm, amma elə sevinirəm çünki videoda belə bir şey var. Bilmirəm bütün blogerlərdə belədir yoxsa yox. Məndə belədir. Hansı ki videonu qaldısa, bir neçə gün qaldısa artıq onu montaj eləməyə həvəsim olur. Video ki isti-isti çəkildi, adamın danışmağa da sözü olur ki bugün bunu elədim, onu elədim. Bu video ki qaldı, adamın onun üstünə yazmağa sözü də yadından çıxır. Ona görə də həm də deyirsən ki bunu da atsaydım təzə vlog falan çəkərdim. Yəni ona görə dedim ki bu günlər əslində video çəkəcəydim. Dedim çəkməmişdən əvvəl bu videonun ağırlığı üstümdən çıxsın. Bunu montaj eləyim, atım, daha sonra təzə video çəkərəm. Bu arada qızlar mütləq şəkildə mənə dəstək olmaq üçün videoya abunə olmağı, like eləməyi və rəy yazmağı unutmayın. Həqiqətən bunlar mənim üçün çox önəmlidir. Bundan da önəmli bir şey xatırlatmaq istəyirəm ki bu aralar bilirsiniz ki artıq 10 gün ağır günlər başlayır. İmam Hüseyn əleyhissalamın məclisi başlayır. Ona görə də yəqin ki bu axşamdan mən də məscidə gedərəm. Çünki bu 10 günə əlimdən vermək istəmirəm. Dünənləri gedə bilməmişəm. Amma bu gündən inşallah ki istəyirəm ki gedim. Ona görə də özümə borc bildim ki xatırladım ki mütləq bu günləri əldən verməyin, evdə oturmayın. Mütləq o məclislərdə iştirak etməyə çalışın. Yanıma yaxşı ki vedrədə su qoymuşam. Yəni nəm salfetka ilə olunası iş deyil. Hansı ki bunlar mən tez-tez tozunu aldığım şeydir, amma ki bizim pəncərələri belə açıq qoyanda toz çox olur. Həm də ki şkafların içərisini çox da dərindən təmizləmirdim. Ona görə də həm yanıma belə su qoymuşam, həm şampunlu su qoymuşam, həm də ki durulamaq üçün su qoymuşam. Yaxşı dərindən silirəm ki, yəni az eləyirəm, düzdür. Ola bilər ki bir 5-6 şkaf eləyim bir gün olsun, amma onu bilirəm ki dərindən eləmişəm. Ona
görə də rahatlaşıram. Bir də mən belə bir şeyə fikir vermişəm neçə günlər ərzində. Əslində hər zaman demək olar ki, axşamüstü falan görüşmüşük qardaşım gəlinlə. Gecə oturmuşuq. Bu arada onu deməmiş bunu deyim ki, bunların halallığını Hüseynindən almışam. Hansı ki mən sizə demişdim ki, biraz qalsın uşaqdır. Daha sonra həqiqətən də gözümü yormağa başladı. Düzdür, Hüseyn səliqəli yapışdırmışdı. Amma ona baxmayaraq otaq çox səliqəsiz görür. Belə stikerlər yapışdıranda Hüseynə dedim ki, Hüseyn onsuz da bir neçəsi qopmuş kimi olur. Elə istəyərəm ki, onları qopardım. Dedi ki, ana qoparsın izi qalacaq. Elə o söz bəsdi mənə. Dedim ki, yo narahat olma. Sən təkin bir narazılıq bildirmə. Onların izi mənlik. Qəşəng ürəklə bütöv hamısını qopartdım. Biraz vaxtımı aldı. Baxdım ki, 15 dəqiqə falan vaxtımı aldı bunları qopartmaq. Sadəcə sizin üçün tezləşdirmişəm buraları. Baxıram ki, hansı ki biz qardaşım gəlinlə görüşmüşük. Biz ancaq axşamüstü falan görüşmüşük. Sadəcə gecə yarısına qədər, məsələn 2-yə qədər falan, məsələn oturduğumuz vaxtlar olub və mən gec gəlmişəm. Gec gələndən sonra da artıq gec yatmışam. Yəni belə baxsaz deyərsiniz ki, günorta axşam üstünə qədər evdə olmuşsam, montaj da eləyə bilərdin, işlərini də eləyə bilərdin. Həqiqətən də elə olmur. Bunu bir daha özümə sübut etmiş oldum. Normalda mən saat 11-də falan yatırdım və səhər sübdən oyanırdım. Onda insan bütün işlərini çatdıra bilir. Yenə də sözümü kəsirəm burada, hansı ki Aspiroxla düzdür qapıda yoxlamışam. Qapıda sizə göstərəcəm, möhtəşəm olur. Amma ki bu divarları düzdür təmizlədi, ləkəsi qalmadı Aspiroxla. Amma ki verdim ki biraz emosiyanı aparır. Düzdür, bu dəqiqə emosiyanı aparmağı mənə çox da önəmli deyildi. Çünki az belə nazik bir qat aparır. Amma ki üstündə olan qələm falan ləkəsi varsa onları da aparır. Ona görə bu dəqiqə önəmli deyildi. Altı ağappaq oldu. Amma suyuma baxdım, gördüm ki suyum ağappaqdır. Bilinir ki hansı ki emosiyanı da aparıb. Dəsmalın üstünü də sizə göstərəcəm. Dəsmalın üstü də gördüyünüz kimi ağaqdır. Hətta bir dəfə indi yoxlayacağım sizə. Əlimin izi qalsın. Daha sonra göstərəcəm ki, yəni əladır. Ləkələri aparır, amma onu ilə bir yerdə az qat emosiyanı da aparır, biləsiniz. Buranı qəşəng gül kimi təmizlədim. Üstündəki 3 polkanın üçünü də təmizləmişəm. Qalıb yuxarıdakı 3 dənə və şkafın üstü. O vaxta qədər günorta idi artıq. Hansı ki dünən biz Ehsana getmişdik. Dayım Ehsan verirdi və oradan kiftə götürüb gəlmişəm. Əslində mən kiftə sevmirəm. Amma ki yoldaşım çox xoşlayır. Hələ bunu əslində göy soğanla yeməyi daha çox xoşlayırlar. Və qayıdıram daha sonra işlərimi görməyə. Hansı ki keçirəm altdakı 3 dənəni təmizləmişəm, keçirəm üstdəki 3 dənəyə. Burada da gördüyünüz kimi nə qədər artıq şeylər var. Çalışmışam ki bütün balaca oyuncaqları falan da çıxartmışam ki həqiqətən o balaca oyuncaqlar çox göz yorur. Bu arada bu mənim mini dumbbelllarımdır. Bunlarla əvvəl idman eləyirdim. İndikindən İraq. İndi isə əl yerinə qoyuram ki, çünki idman eləməyə artıq başlamaq istəyirəm. Görürəm ki kökəlməyə tərəf gedirəm. Ona görə də istəmirəm kökəlim. Bu aralar istəyirəm ki evdə lesli eləyim. Çünki əvvəllər də elə idi. Evdə lesli eləyəndə mənə çox yaxşı təsir eləyirdi. Ən azından kilo almırdım və formaya düşürdüm. Bayaqki söhbətim yarımçıq qaldı. Hansı ki deyə bilərsiniz ki, sən günorta evdə idin, amma ki videonu montaj eləməmsən. Sadəcə deyim ki, əgər mən axşam gec yatmışamsa, mən yenə də ona fikir verdim. Hansı ki səhər, günorta, yəni əvvəllər mən sübdən oyanırdım, amma indi gec yatdığıma görə 12-də durduğum da olub. Hətta birə işləmiş durduğum belə olub. Amma deyim ki, yenə də bəs eləməyib. Bütün günü ruh kimi gəzmişəm. Ona görə bir daha özümə gördüm ki, mən gecə yatmayanda, biraz gec yatanda, 2-də, 3-də yatanda bütün günüm zay olur. Bütün günüm həqiqətən də yəni məhv olur. Bir-birlərinə corab atırlar. Hüseyn demişdi ki, şkafın üstünə corab atmışam və bu mişkanı da istədim ki, atım pəncərənin ağzına ki, tozludur, yerə düşməsin, amma o möhtəşəm atışımla mişka yerə düşdü. Bunun üstündə o qədər toz var idi ki, çünki aşağıları tez-tez eləyirəm, buraları elədiyim yadıma düşmürdü. Ona görə də buranın üstündə boşaltdım. Əslində bunları yuxarıdakı o gördüyünüz o boğçalarda anam yığıb ev səlqəyə düşsün deyə, amma mən heç sevmirəm. Çox acığım gəlir ki, şkafın üstünə nəsə yığanda ona görə buranı boşaltdım. Amma ki oraları boşalda bilməyəcəm. Çünki anam gələndə görəcək ki, oraları boşaltmışam, yəni hörmətsizlik olmasın deyə götürmürəm, amma normalda heç sevmirəm ki, şkafın üstündə nəsə ola. Xoşlayıram ki, oralar boş olsun. Yəqin sizdə də belədir. Uşaqlar çox sürətli böyüyür. Hüseyn təzə gördüyünüz gün bir neçə ay əvvəl sərgiyə salmışdım əslində. Amma Hüseyn artıq çox böyüdüyü üçün burada da olmayan paltarlar da var artıq əyninə. Həm də ki qış paltarlar yuxarıda qalıb. Hüseynin paltarına nə zamandır əl atmıram. Ona görə dedim ki, yavaş-yavaş bu polkaların da hamısı özümə deyirəm də söz vermişəm ki, bir otağa girəcəm, amma o otaqda əl vurmadığım yer qalmayacaq. Belə hər bir yeri gözdən keçirdəcəm, əlimdən keçirdəcəm ki, həm artıq şeylər çıxsın, biraz ev nəfəs alsın, həm də ki toz falan bildiyim yerlərdə dərindən təmizləyim. Ona görə də bu paltarları da tökdüm ki, baxım görüm hansı balacadır, ayrım götürüm, hansı geyinməlidirsə, bir yerə getmələri ayrım, həyətə hər gün gedir, həyətə getmələri ayrım. Həm də seçəndə vaxtımı çox almasın.
formasını əlimə atanda rahatlıqla tapa bilirəm. Evdə kişi olanda ev işi görmək olmur. Hələ bu qədər görməyin belə qeyri-adi bir hal idi. Ona görə də bu işlər yarımçıq qalmağa məhkum idilər. Hansı ki artıq burada yoldaşım dedi ki, gedək biraz meyvə alaq, biraz da yarpaq alaq, axşama yarpaq dolması bişir, ürəyim yarpaq dolması istəyir. Ona görə də burada artıq işləri yarımçıq qoydum. Necə varsa elə qaldı. Qalanını gələn vlogda çəkim dedim. Bu tüklü şaftallar amma yassı olanları həqiqətən çox dadlı olur. Əvvəl yəqin ki sezonuna görə idi, alça daha çox adam ürəyi istəyirdi və yaxud çiyələk. İndi isə ərik, belə yassı şaftalı daha çox ürəyim istəyir. Ondan da əlavə indi yaxşı ki, artıq qarıqdalının qiyməti aşağı düşür. Hələ biraz da düşsün. Adam daha çox ala biləcək, amma ki daha çox indi bir dəqiqə gözləyirəm. Hansı ki yaş fındığı, mən yaş fındığı çox xoşlayıram. Yeməkdən doymadığım bir qarıqdalı varsa, biri də yaş fındıqdır. Onu həqiqətən də çox xoşlayıram. Ona görə də gözləyirəm ki, fındığın sezonu gəlsin. Çıxsa heç bilmirəm ki, hansı sezondadır. Məncə iyula falan. Sonradan baxdım ki, bu şaftalıların mən balacalarını yığılmışam. Burada qəşəng böyükləri də var. Bunların böyükləri qəşəng sulu olur. Ona görə də balacaları qoydum yerinə, bunlardan götürdüm. Bizdə yoldaşım, bilmirəm siz qarpız yemisiniz ya yox. Biz baxa-baxa qalmışıq. Biz hələ qarpız yeməmişik. Bir dəfə qardaşım gəldi yeyənəm təzə vaxtı çıxanda. Bizdə yoldaşım nə qədər yalvarsaq da bizə qarpız almır. Deyir ki, biraz da gözlüyün alacağam, biraz da gözlüyün alacağam. İndi deyib ki, uje almaq olar. Yəni çox yalvardıq deyə yemiş aldı. Dedi ki, yemiş yemək olar, amma ki qarpızı hələ gözləyin. Ona görə də indi deyirəm ki, artıq hər yerdə qarpız çoxalıb yemək olar. Yoldaşım da deyir ki, bizim vaxtımızda biz qarpızı hardasa iyulun yarısında, avqustda filan yeyirdik. Qarpız çox tez çıxır. Ona görə də qorxuram qarpız almağa. Amma ki, hava istiləşib deyə həqiqətən də qarpızın, şorun, təndir çörəyini tam elə bilirəm ki, vaxtıdır ki, yeyəsən. Təndir çörək yaxşıdır, amma hər yerdən almayasan. Məsələn, indi aldığımız təndir çörəyi o qədər rezin kimi idi ki, o mədəyə düşsə bilmirəm ki, mədəyə yəqin ki, narahatçılıq törədər. Çox bərk idi. Ona görə də ki, belə çörəyindənsə bərəkətinə qurban olum, ən yaxşısı məncə kürə çörəyidir. Biz kürə çörəyi yeməyi çox xoşlayırıq. Bu da artıq ankor pendirimin demək olar ki, sonudur. Bitir artıq. Bir dərən Among Us'dur. Bilmirəm, soğuk. Bir dərdə pendirlidir. Mən mətbəxdən bu tərəfə keçən kimi Hüseyin öz aldıqlarını göstərib. Çox qəşəng çəkib deyə onu da saldım bura. Burada belə təzə yarpaq axtarırdı yoldaşım ki, təzə yarpaq olsun, onun dolmasını istəyirdi. Ona görə də bir belə hamısını kəsirəm. Daha sonra isə üzərinə isti su əlavə eləyirəm ki, dolmaları bükə bilim. Keçən dəfə biz gəlinimizlə oturmuşduq. Gəlinimizlə söhbət eləmək həqiqətən mənə çox xoşdur. Onunla neçə saat da olsa oturub birlikdə söhbət eləyə bilirik. Mən fikir vermədim. Elə söhbət şirin gedirdi. Keçən dəfə də onu danışıb gülürük elə. Hardasa bir 3 saat filan oturdum. Mən oturub söhbət eləyirəm, o da söhbət eləyə. Dolma bükür, xoşu gəlir ki, dolma büksün. Elə bil ki, terapiyada filandı, yavaş-yavaş bükür. Yəni onun adətidir ki, oturub dolmanı yavaş-yavaş büksün. Sonra riski ayıldım ki, dedim ki, düz 3 saatdır sən dolma bükürsən. Deyim ki, heç bir işini çatdırmır filan. Dolmanın da yəni işləri qalır bükərkən. Yox, bütün işləri də görürsən gül kimidir, yeməklərini də çatdırır. Amma işini belə asta-asta görənlərdəndir. Mənimsə səbrim çatmır. İnanın ki, dolma bükəndə heç oturduğum yadıma gəlmir. Ayaq üstündə bükürəm. Demək olar ki, bəlkə də yarım saata dolmanı bükürəm, qutarıram. Adamlar da var ki, görmüşəm ki, yarpaq dolması ilə kələm dolmasını birlikdə bükürlər, bir qazanda bişirirlər. Bilmirəm siz elə edirsiniz ya yox, elə dadı necə olur? Çünki biraz ayrıdır içərisi, hansı ki, bunun içərisinə biz vururuq şüyüd və yaxud nanə, amma kələm dolmasının içərisinə mütləq şəkildə mən xoşum gəlir ki, kələm dolması qırmızı rəngdə olsun, içərisində pomidor olsun, tomat olsun, onun suyu qırmızı su olsun. Həqiqətən də kələm dolmasında çox yaraşır. Yarpaq dolmasında isə xoşlayıram, amma eləmirəm. O vaxtlar anamız eləyirdi. Bilmirəm sizin yadınızdadır ya yox. Belə sapa keçirdirdilər. Hər sapı götürüb bir boş qaba qoyurdular. O qədər gözəl görsənirdi ki, sepə oxşuyurdu. O görünüş mənim yadımdan çıxmır. Özüm bilmirəm. Elə də əllə göstərirsən ki. Hənə öncə sən əlin oldu. Yağ da qoymusan? Limon istəyirdim biraz qoyum. Yağ qoymusan? Yox, çıxart. Get şeylər. Burada istədim ki, səsi verim. Səsini almadım nəyə görə? Əgər siz soruşmaq istəsəniz ki, kişinin yemək pişirməyinin yan təsirləri nədir? Hansı ki, kişi yemək bişirəndə ürək qutaran olur, gəlir yeməyə rəy bildirir. İstəyir ki, onun da payı olsun. Ona görə də gəlir bütün yeməklərə o duzu vurdun. Düzdür, burada həqiqətən də yadımdan çıxmışdı. Vurmamışdım, amma onu deyim ki, o otağa gəldi deyə artıq məni o yemək bişirməyə bacarır deyə əl-ayaq basır ki, görəsən nə səhv tutacaq məndə. Bu arada bu xalam
xalam qızı deyirdilər, bizə gəlirlər. Xalam qızının qızları heç bir ət falan yemirlər. Ona görə də dedim ki, onlara kartoşka və kotlet qızardım ki, uşaqların hərəsi bir ədəd yesin. Düzdür, heç kotlet də yemədilər, kotlet də yemirlər. Sasika yedilər və kartoşka yedilər, amma heç olmaya dedim ki, uşaqlar ac qalmasın. Bu isə bizim dolmalardır. Dolmalar çox qəşəng çıxmışdı. Burada isə bir-iki kadr çəkmişəm ki, hansı ki demişdim, ehsana getmişəm, xalam həcdən gəlib. Bu video ərzində qolumda gördüyünüz gümüş qolbağı da xalam bütün bacı qızlarına, uşaqlarına, hamısına gümüş qolbaq alıb gətirmişdi həcdən. Bu isə ehsan vaxtı düşdüm həyətə. Hansı ki, bağı çəkmişəm, bağdan bir-iki yer çəkmişəm. Burada o qədər gözəl meyvə ağacları var ki, dayımın çox xoşu gəlir ki, meyvələrlə məşğul olsun. Yəni ağaclarla, bağla məşğul olsun. Ona görə də bu bağ həqiqətən də çox gözəldir. Vaxtında dərmanlanır, vaxtında sulanır deyə həqiqətən baxılmış bağla baxılmamış bağın arasında dünyalar qədər fərq var və deyim ki, mağazadan aldığımız meyvə ilə həqiqətən də bu ağacdan dərdiyimiz meyvənin də arasında dünyalar qədər fərq var. Adama o qədər xoş gəlir ki, bu arada bizim uşaqlar çox əcinədilər. Çox uşaqlar var idi və həyətdə gördüm ki, bir-birlərinə daş əvəzi çal meyvələri ağacdan dərib atırlar. Həqiqətən biz bir araya gələndə o qədər çox uşaq filan olur ki, sağ-salamat evə getdiyimizə şükür eləyirik. Bu isə çox dadlı idi. Ümumiyyətcə xoşum gəlir ki, bəzən isə düşünürəm ki, şəhərdən köçüb belə evdə yerdə yaşamaq. Sadəcə məndə bir problem var ki, mən qurd-quşdan dəhşət qorxuram. Heç böyük heyvanlardan o dərəcədə qorxmuram. Balaca qurd-quşdan bildiyiniz kimi deyil, yəni hədsiz dərəcədə çox qorxuram. Yoxsa yəqin ki, şəhərdən köçüb kənd yerində yaşayardım. Burada isə videonu sonlandırmaq istəyirəm. Təşəkkür edirəm ki, bu videonu izlədiniz. Sağ olun, gələn videolarda görüşənədək.